Fikir vermisiniz, son vaxtlar RAM-ların, yaddaş qurğularının qiyməti dəhşət qalxıb. Səbəb sadədir. İqtisadiyyatın qızıl qanunu. Tələb təklifi üstələyir. Dünyadakı bütün bu süni intellekt modellərini işlətmək üçün nəhəng yaddaş lazımdır. Zavodlarsa istehsalı çatdıra bilmir. Bəs bu qıtlıqda kim qazanır? Əlbəttə ki, bu yaddaşı istehsal edən nəhənglər. Məsələn, Micron, Samsung, SanDisk. Nəticə, rəqəmlər hər şey deyir. Bu süni intellekt boomunun sayəsində SanDisk 550%, Micron 240% səhm dəyəri qazanır. Bu artım tempi 2026-cı ilin ilk aylarında da sürətlə davam edir. Sadəcə yanvar ayında Micronun səhmləri 47, SanDisk'in səhmləri isə 121% yüksəliş əldə edir. Gəlin bu şansı dəyərləndirək. Mən inanıram ki, AI inkişaf elədikcə bu yaddaş acılığı hələ daha çox davam edəcək. Bir bank investə girir və axtarışa MU yazıram. Bu da Micron. Və yaxud da SanDisk'ə yatırım etmək istəyirsinizsə, SNDK yazmağınız kifayətdir. Bir kliklə də al düyməsini sıxırsan, hazırdır. Yəni dostlar, qızıl axtarmaqdansa bel satan şirkətlərə yatırım eləmək daha sərfəlidir. Amma unutmayın bu danışdıqlarım yatırım tövsiyəsi deyil. Sadəcə bazar analizi. Araşdırmanızı eləyib qərarınızı özünüz verin. Bəs sizcə yaddaş qiymətləri daha da qalxacaq? Fikirlərinizi şərhdə yazmağı unutmayın. Sağ olun və salamat qalın.